Hak sözünü deyəndə elə bil ki, kalperin üstə zülfüqar seçirsən. Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Həci sizi Almaniyadan salamlayır. Hər birinizə gözəl, növbəti iş günlərində gözəl həftə günləri arzu edir. Xaqocan, TikTokda Xaqocan ləqəbi ilə tanınan yayımçı və dələduz, saxtakar xeyriyyəçi Bərdədən olan bir şəhid qardaşının ailəsinin canlı yayımına qoşularaq mənim haqqımda təhqiramiz sözlər deyərək və təxribat tipli xarakterli sözlər işlədərək məni hiddətləndirib və qıcıqlandırıb dövlət və dövlət xüsusi xidmət orqanlarına qarşı qışqırtmaq istəyirəm. Mən cənab nazirimdən tələb eləyirəm. Mənim haqqım. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Mənim cənab nazirimdən öz bugünkü dövrdə yalnız istifadə məbnəyim sosial mediadır. Mən Azərbaycan polisindən haqqımı tələb eləyirəm. Dümbələyin balası çıxıb şəhid qardaşının canlı yayında deyir ki, Goranboy rayonu polis idarəsinin rəisi və rəis müavininin, eləcə də Bakı şəhər baş polis idarəsinin bizə verdiyi məlumatlara görə məhkəmə qərarı ilə bizi vətən xaini verilib. Niyə mən prezidentdə təqaüd alıram, ay cənab nazir? Niyə mən tərəqqi orderinə mükafatlandırılmışam, ay cənab nazir? Niyə şərait yaradılır, dövlətin adından istifadə olunur? Ay cənab nazir, polisim söyülür. Ay cənab nazir, polisim söyülür. Polisim. Bicbalanın biri, narkotika ilə, dələduzluqla, dəfələrlə məhkum olunmuş bir insan bugün xaricdə oturan blogerlərə Azərbaycan polisini söydürmək istəyir. Dünənləri Respublika prezidenti və onun xanımı bu dümbələyə görə söylür. Niyə? Qardaş, niyə söylür? Hara baxırsınız siz? Bu medianı görmürsünüz? Hə? Dümbələyin arvadının üzünə söylürlər. Adam götürür arvad söyüşünü prezidentin ailəsini ünvanlayır. Goranboy rayon polis rəisinin ailəsini ünvanlayır. Niyə? Niyə görə Goranboy rayon polis rəisinin ailəsi bu dənə dümbələyə görə söyülməlidir? Niyə görə polis ailəsi söyülməlidir, qardaş? Mən polislərdən xidmət aparmışam. Mən polislərdən ariyyatda olmuşam, çörək kəsmişik, xeyir şəhərdə olmuşuq. Xeyr ola, hansıda cır-cındıra görə niyə görə polis ailəsi söyülməlidir? Xaqozan haranın dümbələyidir? Qumar saytı işlədir. İşlətdiyi sayt var, qumar saytıdır. Adını deyib reklam vermək istəmirəm. 200 manatdır stavkası o saytın. Hə? Qoşulub Azərbaycan polisini və ədliyyə orqanlarının adından istifadə edib. Şəhid qardaşının canlısında. Cənab nazir, haqqımı tələb eləyirəm. Adam şəhid qardaşının canlı yayımında mənə polisləri söyməyə qıcıqlandırırdı. Məni təhrik eləyirdi, təxribat yaradırdı ki, mən çıxım Azərbaycan polisini söym ki. Deyim, hansı polis belə olsun, Xaqozana deyib ki, mən vətən xainiyəm. Mənə Goranboy rayon polis idarəsinin rəisinin ailəsini söydürmək istəyirdi. Bakı şəhər baş polis idarəsinin rəisinin ailəsini söydürmək istəyirdi bu Xaqozan. Niyə? 3 gündür, 5 gündür prezidentin ailəsi söylür. Hara baxırsınız? Xaqozan kimi eşeğe görə prezidentin ailəsi söylür. Kim ona negativ fikir bildirir, vətən xaini deyir. Kim çıxır onun efirinə deyir, Xaqozan sən səhvsən deyirsən, onun adamsa sən vətən xainisən. Kim qala bu? Ölkədə vətən xaininin qərarını kim verir? Ədliyyə qurumları, məhkəmə qərarı, yoxsa dümbələk dəfələrlə məhkum olunmuş dələduz Xaqozan? Hə? Bayram Nurlu ilə bir otaqda yatmaq istəyən Xaqozan kim? Hə? Cənab nazir, haqqımı tələb eləyirəm. Azərbaycan polislərinin haqqını tələb eləyirəm sizdən. Azərbaycan polisləri ilə Çasavoy nariyada aparmış bir qaqaş kimi haqqımı tələb eləyirəm səndən, ay cənab nazir. Niyə görə bu dümbələyə görə polis ailələri söylür? Bəs sizdə boğaza yığıldıq axı. Bu baxan yoxdur bu dümbələyə. Hə? Niyə görə orada burada gedib demədilər ki, bu hansısa polisə rüşvət verir, hərəkət edir, bu hansısa polisə rüşvət verir, hərəkət edir. Bunun o sözünə görə də çıxıb polis ailəsi söylür. Çıxdı canlı yayında qayıtdı dedi ki, güya Əli Rəhimov Gülizadın güya polislər gəlib nakolkamızı verib ki, biz vətən xainiyik. İndi xoş gedəcəksə Goranboy rayon polis idarəsinin rəisinin ailəsi söyləcək. Əmələ xoş getmir axı. Adam rəsmən şəkildə bizi sövq eləyir dövləti söyməyə. Bayaqları şəhid qardaşını TikTokda söyüb batırdım. Onun canlısında bizi təhqir etdiyinə görə. Gedir çıxır millətin canlı yayında cəmaatı söydürür. Niyə buna qabaq alınmır? Muradın kişiliyinə tüpürüm, Muradın mənliyinə tüpürüm o biləsi var ki, az da mənim üçün fərq eləmir. Onun şəhid qardaşını belə söydürən Xaqozan oldu. Ay insanların milləti söydürür, sonra çıxır vətən xainidir, polisin ailəsini niyə söylür, ay cənab nazir? Bu da bir cəncam qılın da, bir dümbələyin balasına. Bir boğaza yığıldıq axı. Bu polis ailəsi böyüyüb, o polis ailəsində böyüyən uşaq. Xaqozan olmayacaq, polis olacaq, hərbiçi olacaq, həkim olacaq, Xaqozan kimi peysər olmayacaq. Bicbalanın haqqında xahiş edilən bir tədbir görün. Xaqozan, sənin nəslində ən hörmətli kişinin başına işiyim, ən hörmətli qadının ağzına boşalım.
Xabacan, sənin nəslində ən hörmətli kişinin başına işiyim, ən hörmətli qadının ağzına boşalım. Still checking if the place still cold. Moving in the way, no place, no snow. Straight chilling with my niggas and shiver. Thinking about South Lake, thoughts on the river. Move back, nigga. Move back, nigga. Fake Jordan, that's whack ass bitch, nigga. I come back with 11 damn shots. I claim this city and I take your spot. Stay thinking about a white one, thinking about a bright sun. Did I change straight from the dark shit? No tape when I'm playing with the